İlk məktəbə gəlməyimi tərəddüd edirdim. Düşündüm ki, mən haralara gəlirəm, nə qədər məsafə qət edirəm. Şagirdlərim məni gözləyir. Onlara yaxşı bir təhsil vermək üçün mən bu yolu qət etməliyəm. Yollar bizi bəzən uzaqlara, bəzən sevdiklərimizə, bəzənsə reallaşan arzularımıza aparır. Onun bütün yolları isə müəllimliyə çıxır. Düz 7 ildir ki, bu yollarla doğmalaşdığı şagirdlərinə tələsir. Nə qar, nə buz, nə duman, nə də ki qızmar günəş. Heç nə onun müəllimlik peşəsinə olan vurğunluğuna mane deyil. Bu, Hacıvar kəndindən Ucqar Dağ kəndi Ərəfsəyə dərs deməyə gedən Gülşən müəllimin hekayəsidir. Salam uşaqlar. Salam. Əyləş. Bayramova Gülşən Füzuli qızı, Ərəfsə kənd orta məktəbinin biologiya müəlliməsiyəm. Elm və Təhsil Nazirliyinin təşkil etdiyi imtahanlarda iştirak edərək 2019-cu il yanvar ayında Ərəfsə kənd orta məktəbində biologiya müəllimi kimi təyin olunmuşam. İmtahan verəndən sonra nəticələrimi öyrəndim ki, keçmişəm. Yol məsafənin uzaq olduğunu fikirləşərək tərəddüd etdim. Sonra buradakı şagirdlərin də yaxşı təhsilə, yaxşı müəllimə ehtiyacı olduğu üçün bu fikirdə tərəddüd etmədim. Yəni bu müəllimlik peşəsini seçdim. Yəni müəllimlik peşəsini daha çox sevdiyim üçün sırf 4-cü qrupa bu ixtisasa getmişəm. Yolların qarlı, buzlu olmasına baxmayaraq, dumanlı çəllənə olmasına baxmayaraq, yay, qış bu yollarda səhər saat 7 radələrindən yollardayam. Çətinlik çəksəm də, yəni bu uşaqlara yaxşı təhsil, gələcəyə yaxşı vətəndaş yetişdirmək üçün bu peşəni sevirəm. Uzaq məsafə olsa da gəlirəm. Uşaqlara yaxşı nəticələr əldə etmək üçün daha da çox çalışıram. Daim uşaqlarla əlaqədəyəm. Mütəmadi olaraq bilmədiklərini çatdırıram. Bizim ürəyimiz bildiyimiz kimi 4 şöbədən ibarətdir. Sol qulaqcıq, sağ qulaqcıq, sol mədədcik, sağ mədədcikdən ibarətdir. Bəziləri bizim ürəyimizdə qanı təmizləyir, digərləri isə ağciyərləri kiçik qanı apararaq kiçik qanı təmizləməyə bizə kömək edir. Mən Hacıyeva Zülfiyə bütün müəllimlərimi və əsasdır biologiya müəlliməm Gülşən müəlliməni çox sevirəm, uzaqdan gəlir. Biologiya fənni bizə qışırıdır, səmimidir. Səhər saat 7 radələrindən, 7-nin yarısı radələrindən oyanıram. 8-ə işləmiş 15-20 dəqiqə yola çıxıram. Marşrut gözləyirəm və yaxud da yol maşınları ilə gəlirəm. Uzun bir məsafə qət edirəm. 1-ci saata çatmaq üçün, yəni 9-un yarısı dərsimiz başlayır. Əziyyətli bir proses keçərək məktəbə yaxınlaşıram. Oradakı şagirdlərin mehribançılığını, savadını, yaxşı ünsiyyətini görəndən sonra, yəni o yorğunluq, o səhərin stressi üzərimdən qalxır. 60 kilometrə qədər yəni məsafə qət edirəm. Yolda keçəcəyim dərslər üzərindən keçirəm. Uşaqlara hansı bilikləri, hansı yöndə, hansı daha sərfəlidir deyə düşünərək bu yolu qət edirəm. Uşaqlarla münasibətlərim çox yaxşıdır. Yəni özümü sevdikləri üçün də fənnimi də daha çox sevib tədris edirəm. Salam uşaqlar. Salam müəllim. Əyləş. Yaxşı şagirdlərimiz var, biologiyanı sevən şagirdlərimiz var. Biz də istəyirik ki, Ərəfsə kənd orta məktəbindən yaxşı bir həkim yetişdirək, həkim ərsəyə gətirək. Ərəfsə kənd orta məktəbinin şagirdini yaxşı yerlərdə alsınlar deyə, yəni 4-cü qrupa gedən şagirdlərimiz var. Biz də bundan fəxr edirik. İnşallah ki, yaxşı nəticələr, yaxşı uğurlar əldə edəcəyik. Mən Hacızadə Nainə Ərəfsə kənd tam orta məktəbində təhsil alıram və bu il biz bu məktəbdən məzun oluruq. Mənim ən böyük məqsədlərimdən biri gələcəyin istedadlı, savadlı, hər daim insanların yanında olan, onların sağlamlığı üçün əlindən gələn edən bir həkim olmaqdır.
Bu ixtisas qrupunu seçməkdə əsas rol oynayan müəllimlərimdən biri Gülşən müəllimədir. Ona nə qədər təşəkkür eləsəm azdır. Hər hansı bir mövzuda çətinliyim olsa, bilmədiyim bir şey olsa, tez mənə izah edər. Qoymazdı ki, yəni hər hansı bir mövzuda qaranlığım olsun. Naxçıvanın təbiəti daha çox zəngindir, florası, faunası genişdir. Əsas da dağ rayonlarında, rağ regionlarında daha çoxdur. Ərəfsə kəndində də demək olar ki, daha çox təbii bitkilərə rast gəlirik, heyvanlara rast gəlirik. Yol boyu heyvanlara görə izləyə gəlirik. Ərəfsə kənd tam orta məktəbində, yəni uşaqlarla ekskursiya daha çox çıxırıq. Yaz fəsli demək olar ki, bizim dərslərimiz təbiət qoynunda keçir. Oradan maraqlı bitkiləri qoparırıq, dəririk, uşaqlara ətraflı məlumat veririk. Mən Müseyib Gülay, Ərəfsə kənd tam orta məktəbində təhsil alıram. Gülşən müəllim haqqında danışmalı çox söz vardı. Keçən il Gülşən müəllimlə ekskursiyalara çox gedirdik. Bu ekskursiyalar zamanı biz kəndimizi gəzirdik. Mən də kəndimizi tanıtmaq üçün müəlliməyi öz evimizə dəvət eləmişdim. Bütün uşaqlarla bərabər bir yerdə gəlmişdik, əylənmişdik. Hətta bir-birimlə də gözəl xatirələrimiz olubdu. Yaxşı dostluqlar qazanmışam, kollektivimiz çox yaxşı münasibətdədir. Bura elə bir bağ qurulub ki, məktəblə mənim aramda, yəni buradan qopmağım çox bir uzun müddət çəkər də, yəni belə deyim. Övladlarımı da təbiət qoynuna gətirməyi daha çox sevirəm. Yaxşı bir səfalı havası var, gözəl görünüşü var, dağları var, bitkiləri var, axan gözəl bir çayı var, mənzərəsi var. Təkcə müəllimlik yox, onu bir-birimizə sıx dostluq əlaqəsi ilə də bağlıyıq. Təkcə məktəb yox bizi, ailəvi getgəlimiz də oldu. Çox yaxşı münasibət qurduq. 2019-cu ildən bu tərəfə Gülşən müəllimə həqiqətən o qədər səmimi müəllimədir ki, özü biologiya müəllimi olsa da heç vaxt bir işlərini başqa müəllimlərdən, başqa şagirdlərdən həqiqətən əsirgəmir. Nəsə bir çətinliyə düşdüksə, heç vaxt yəni öz bildiyini əsirgəməz də. Gülşən müəllimə bunu həll edə bilərsən o dəqiqə. Çox sağ olsun. Ona görə də bu gün çox sevindim onun adına ki, onun belə bəlkə də irəli getməyinə nəsə bir təkan verər bu çəkiliş. Onun haqqında adına çox sevindim. İlk məktəbə gəlməyimi tərəddüd edirdim. Qış fəslində mən gəlmişəm, yanvar ayında. Demək olar ki, çətinliklə gəldik, məktəbə çatdıq. Hələ yolda qəzaya da uğradıq. Düşündüm ki, mən haralara gəlirəm, nə qədər məsafə qət edirəm. Sonra burada uşaqların səmimiyyətini, uşaqların saflığını, şagirdlərimin biologiya müəlliminə ehtiyacını görəndən sonra fikirləşdim ki, bu məsafələr mənə daha da yaxın olacaq. Şagirdlərim məni gözləyir. Onlara yaxşı bir təhsil vermək üçün mən bu yolu qət etməliyəm. Zaman keçdikcə o məsafələr mənim üçün daha da qısaldı. Burada mənim üçün böyük bir bağlılıq yarandı. Çox yaxşı oldu mənim üçün. Həm kollektiv tərəfindən, həm şagirdlər tərəfindən sevilməyim məni daha da bura bağladı. MİQ imtahanına imtahan verən gənc kadrlara da tövsiyəm odur ki, yəni çəkinməsinlər, ucqar rayonlarda, kəndlərdə işləməyi tövsiyə edərəm ki, bu məktəblərdə gəlib dərs deməyi daha yaxşı olar. Buranın ab-havası tamam bir başqadır, uşaqları safdır, gözəldir, insanları mehribandır. Buradan uzaqlaşsam, yəni uşaqların səmimiyyəti məni bu məktəbdən kənarlaşdırmağa qoymur. Kollektivimizin yaxşı münasibəti daha çoxdur. Mənə bir bağ, bir qüvvə bu məktəbə bağlayıb. Yəni nə vaxtsa belə ayrılsam, bu mənim üçün çox çətin olacaq.
Mənim bu ixtisası seçməkdə əsas rol oynayan müəllimlərdən biri də Gülşən müəllimədir. Ona nə qədər təşəkkür etsəm azdır. Çünki dərslər o qədər yaxşı keçir ki, bizim mənimsəyə biləcəyimiz şəkildə, anlaya biləcəyimiz şəkildə keçir və heç bir şeyi qalizyonla izah eləmir. Çoxlu testlər işlədir və bu mənim üçün çox xeyirlidir. Çox təşəkkür edirəm. Müəllim olmaq sadəcə dərs demək deyil. Müəllim olmaq məsuliyyət, sevgi, ən əsası da fədakarlıqdır. Ona görə də hər gün gedib gəldiyi yollar onu bu dəfə zirvəyə aparır. Müəllimlik zirvəsinə.